Vaginoplastika en çok hansı xanımlara icra olunur? Əlbəttə ki, çox saylı doğuşları olan xanımlara icra olunur. Hansı xanımlar ki, menopoz döneminde uşaqlıq yolu sallanması var. Hansı xanımlar ki, xroniki xəstəliklər fonunda, əsasən də asma, qəbizlik fonunda uşaqlıq yolu sallanıbdır. Hansı qadınların ki, aspiranda, öspiranda sidiyi qaçır və yaxud da yunanda əlinə hər hansı bir yad cisim toxuma hissi dəyir. Patın özü cinsel əlaqə zamanı hava səslərinin çıxmasından şikayət edir. Bəli, belə xanımlara biz vaginoplastik edirik. Qeyd edelim ki, vagina 7-8 santimetreden 10 santimetre kadar uzunluğu olan boru şəkilli bir organdır. Biz vaginoplastika eləyəndə bu boru şəklində olan organı bütün sallanmış toxumalarda yenidən fiksasiya edirik. Əsasən vaginoplastika 3 növ vaginoplastika olur. Ön vaginoplastika, arxa vaginoplastika və lateral yan vaginoplastika. En çok müraciət edən xəstələrdə biz ön arxa kalipografiya edirik.